Salam hörmətli izləyicilər, bu gün sizə WhatsApp kanalımızda paylaşdığımız bir sualın izahını vermək istəyirəm. Qeyd edim ki, WhatsApp kanalımızda hər gün suallar paylaşılır və başa düşmədiyiniz suallar izah olunur. Bunu da bu sualı bəzi üzvlərimiz, kanal üzvlərimiz, şagirdlərimiz başa düşməmişdi. Ona görə istədim ki, izahını verim. Onlar kəndə bizdən sonra çatdılar cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvi müəyyən edin. Bizə lazımdır səhv. Y bəndinə başlayaq. Çatdılar keçmiş zamanda olan feildir. Çat sözün kökü, d keçmiş zaman şəkilçisi, lar da şəxs şəkilçisi. Bu doğrudur. Sonra qoşmadır. Sonra qoşma olması üçün əvvəlinə baxırıq ki, çıxışlı qalı qoşulubmu? Bizdən sonra. Bu da doğrudur, qoşma. Bizdən şəxs əvəzlidir, çıxışlı haldadır. Bəli, onlar kəndə bizdən sonra kimdən? Çıxışlı haldadır və şəxs əvəzliyi. Bu da doğrudur. Onlar şəxs əvəzliyi adlı haldadır. Onlar kim? Onlar. Bu da şəxs əvəzliyi adlı haldadır. Kəndə yer zərfidir, yönlük haldadır. Yer bildirən isimlərlə yer zəflərini bəzi şagirdlərimiz səhv salır. Bunun bir dənə qaydası var ki, yer zəfləri azdır. Dilimizdə yer zəfləri azdır. Sadəcə biz onu yadımızda saxlayırıq. Bu bir. İkincisi isə, əgər isimdirsə, məkanı yer bildirən isimdirsə, bu sözlər konkret yer bildirir. Məsəl üçün, kənd. Kənd artıq biz təsəvvürümüzdə canlanır ki, hər hansı bir kənddir və yaxud dağ, və yaxud Bakı, və yaxud şəhər fərqi yoxdur. Bir də var ki, yer zəfləri. Yer zəfləri aşağı, yuxarı, sağa, sola, irəli, geri. Məsələn, o irəli getdi. Hara getdi? Bu irəli, geri, yuxarı, aşağı deyəndə bizim təsəvvürümüzdə konkret bir yer canlanmır. Deməli, bu yer zərfidir. Məsələn, o yuxarı çıxdı. Yuxarı hara çıxdı? Binanın 10-cu mərtəbəsinə mi çıxdı? Yoxsa dağa mı çıxdı? Yoxsa quyudan yuxarı mı çıxdı? Onu bilə bilmirik. Konkret yer bildirmirsə, olur zərf. Amma konkret bir təsəvvürümüzdə yer canlanırsa, olur isim. Kənd sözündə təbii ki, bilirik nədir? Təsəvvürümüzdə canlanır, bu isimdir. Yönlük haldadır, düzdür, amma yer zərfi deyil. Yanlış cavabımız oldu A bəndi.